Elektrikli hissəsi var içərisində. Əzizlərdə masajda bax. Düz baba yolun üstündə var görürsünüz. Baba marşrut yoldur. Baba bura 569 marşrut yoldur əzizlər. Düz marşrutun yolun üstündə bax belə bir həyət evimiz var. Gördüyünüz kimi rahatçılıqla həyətinə maşın girir. Baba əzizlərimiz rahatçılıqla bax gördüyünüz kimi maşın girir. Rahat 2 maşını da saxlamaq olar. Mən göstərdim. Bax. Evimiz də buradan başlayıb. Belə bir 2 mərtəbəli evdir əzizlər. Yandan göstərirəm. 2 mərtəbəli evdir. Hal-hazırda 1-ci mərtəbədə yaşayış var. Bu da pilləkənlərimizdir. Deməli 3 otaq aşağıdadır əzizlərlə. 3 otaq da yuxarıdadır. Mən indi birinci sizə yuxarını göstərirəm. Evin yuxarıya çıxış demək olar ki arxadandır əzizlərimiz. Belə o görürsünüz arxadan da buradan qalxır yuxarı. Bax bu evimizin girişidir. Belə bir girişi. Bax bu da mətbəx var əzizlərimiz. Solda bir dənə bax burada bir yataq otağıdır. Gördüyünüz kimi. 2-ci mərtəbənin təmirli deyil. Onu da deyim sizə bəri başdan. Bir dənə də balaca xudmani yataq otağı buradır. Bura isə zaldır əzizlərimiz. Bax belə bir zalımız var. Bir də burada da hamam tualetdir. Gördüyünüz kimi burada hamam tualetdir. İndi mən sizə 1-ci mərtəbəni için göstərdim. Deməli indi əzizlərimiz bu da 1-ci mərtəbənin içərisidir. Bizim girişidir, belə bir girişi var. Deməli 1-ci girişdə belə bir samuzeldir. Belə bir samuzelimiz var. Evimizin yekunda qiymətini deyəcəm əzizlərimiz. Sonra bu da girişdə belə bir zaldır. Belə bir zalımız var. Belə bir zalımız var. Burada gördüyünüz kimi mətbəximizdir. Belə bir mətbəximiz var. Və 2 dənə yataq otağı buradadır. Bunları da göstərirəm sizə əzizlərlə. Belə bir yataq otağı buradadır. Gördüyünüz kimi. Və bir yataq otağı da həmçinin buradadır. Bir yataq otağı burada. Deməli evimizin çıxarışı var, onu da deyim sizə əzizlərimiz. Evimiz belə bir vəziyyətdə 85.000 manata satışa çıxarılıb. Yəni gəl deyirəm, evin çıxarışı var. Hər kim Allah xeyrin versin, real müştəriyə də cüzi endirim olacaq.